notarial qaydada təsdiqlənmə tələb olunmur. Səbəb odur ki, bu mülki qanunvericiliyin məqsədinə ziddir. Çünki mülki qanunvericilik mülki dövriyyatını təmin etmək üçündür. Yəni, subyektlərin öz şəxsi mənafelərini həyata keçirməsi üçün əlverişli hüquqi şəraiti təmin etmək üçündür. Bu nöqteyi nəzərdə mülki məcəlləmizdə iradə azadlığı prinsipi qəbul edilir. Müqavilələr baxımından bu açıqca mülki məcəlləmizin həm 6-cı maddəsində, həm də 399-cu maddəsində qeyd olunubdur. Və bundan başqa yenə mülki məcəlləmizin 6-cı maddəsində, hansı ki, mülki qanunvericiliyin prinsiplərinin özündə ehtiva edir, orada da iradə sərbəstiyəti prinsipi nəzərdə tutulur. İstər müqavilə azadlığı olsun, istər iradə sərbəstiyəti prinsipi olsun, müqavilələr və əqidlər baxımından forma azadlığının da özündə ehtiva edir. Yəni, subyektlər istədikləri formada öz aralarında razılığa gələ bilərlər. Bu nöqteyi nəzərdən yalnız məcburi forma şərti qanunda xüsusi olaraq nəzərdə tutulubsa, onda həmən forma şərtinə əməl etmək məcburiyyəti yaranır. O zaman biz baxaq ki, icarə müqavilələri baxımından belə bir məcburi forma şərti nəzərdə tutulubmu? Mülki məcəlləyə baxdıqda belə bir forma şərti nəzərdə tutulmayıb. Və burada onu da xüsusi olaraq vurgulamaq istəyirəm ki, ümumiyyətlə məcburiyyət mülki qanunvericilikdə hansı hallarda ola bilər? Bu mülki məcəllənin 6.3-cü maddəsində qeyd olunub ki, yalnızca şəxsiyyətin və ya ictimai mənafenin qorunması baxımından zərurət olduqda məcburi forma tələb olunur. Bu nöqteyi nəzərdən icarə müqavilələri baxımından mülki qanunvericilikdə hər hansı bir məcburi forma nəzərdə tutulmayıb. Bununla bağlı məcburi forma sualını ortaya çıxaran icarə müqavilələri baxımından başlıca səbəb Torpaq Məcəlləsi haqqında qanun 56-cı maddəsinin 9-cu bəndidir. Torpaq Məcəlləsinə biz baxdıqda iki cəhətdən diqqətimizi çəkir. Bir, Torpaq Məcəlləsi yalnızca mülki münasibətlərə aid deyildir. Daha çox dövlətin və ya bələdiyyəyə aid olan, yəni ictimai mülkiyyətə aid olan torpaqlarla bağlıdır. Onun məqsədi sırf xüsusi mülki subyektlərinin şəxsi mənafelərlə bağlı olan icarə münasibətlərini və ya torpaqla bağlı münasibətlərini əsas tənzimləmək deyildir. Bu səbəblə də Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndində nəzərdə tutulan norma mülki qanunvericiliyə baxmayaraq əsas götürülə bilməz. Əsas götürülə bilməməsinin səbəblərini ikisini daha əlavə edə bilər. Biri, təkrar edeyim ki, Torpaq Məcəlləsi yalnız mülki münasibətləri tənzimləmir. Dolayısıyla da o nöqteyi bunu mütləq nəzərə almaq lazımdır. Digər ikisini isə indi ifadə edəcəm. Digər ikisindən biri budur ki, mülki məcəllə daha sonraki bir tarixdə qəbul edilibdir. Və məcburi icarə müqavilələri baxımından məcburi formanın nəzərdə tutulması həmən mülki məcəllənin məqsədinə, yəni mülki dövriyyə azadlığının təmin edilmə məqsədinə ziddir. İkinci məsələ budur ki, mülki məcəllə daha sonraki tarixdə qəbul olunubdur və sırf mülki subyektlərinin aralarındakı münasibətlər baxımındandır. Bu iki faktı nəzərə aldıqda biz görürük ki, Torpaq Məcəlləsinin 56.9-cu bəndində yalnız icarə müqaviləsində deyil, istifadəni də deyir. Və istifadə də əvəzsiz istifadədir. Konstitusiya Məhkəməsinin özündə qərarı da vardır ki, istifadə hüququnun özünü göstərmir, həyata keçirmə formasını göstərir. Burada istifadə edilən o zaman əvəzsiz istifadə müqavilələri də bunun içərisinə girer. Halbuki əvəzsiz istifadə müqavilələri bildiyimiz kimi qətiyyən forma şərtinə tabi tutula bilməz. Çünki bir kimsənin başqasının torpağına girməsi, orada meyvənin dərməsi, onun razılığı ilə, onun razılığı gedib onun torpağında gəzməsi və ya nəysə bir şeyləri götürməsi və ya əkməsi, bu hamısı əvəzsiz istifadə sayılır. Amma bunların heç birisi təbii ki, notarial qaydada təsdiqlənməsi tələb olunmur və bu heç kimsənin heç ağlına da bu yöndən gəlir. Halbuki Torpaq Məcəlləsinin 56.9-cu bəndində birbaşa yazıb ki, istifadə və sonra icarəni deyir. Dolayısıyla Torpaq Məcəlləsinin 56.9-cu bəndini mülki qanunvericiliyin məqsədinə, mülki məcəllədəki tənzimləmələrə və qəbul edən prinsiplərə zid şəkildə tətbiqi əlbəttə ki, hüquqa uyğun olması. Təşəkkür edirəm.